Şagirdlər, əziz qəhrəman şəhidlərimizin, qəhrəman anaları, yarları, hər birinizi bugün Zəfər Bayramı günü münasibətilə salamlayıram. Sizlərə möhkəm can sağlığı arzulayıram. Qürurlu olmağı, güclü olmağı, ayaq üstə qürurla dayanmağı arzulayıram. Tariximizə nəzər salsaq, tarixən əsrlər boyu Azərbaycan hər zaman başı bəla olmuşdur. Azərbaycanın yeraltı, yerüstü sərvətləri hər zaman düşmən gözündə olmuşdur. Düşmənlər hər zaman torpağımıza hücum edib, işğal edib bizim sərvətlərimizin, bizim torpaqlarımızın, bizim xalqımızın sahibi olmaq istəmişdir. Bugün biz Zəfər Bayramını qeyd edirik, amma bu zəfərlər tarix boyu olubdur. Lakin bu zəfərlər, bu qələbələr heç də təkcə döyüş meydanlarında qazanılmayıb. Bunun ön cəbhəsi və arxa cəbhəsi olubdur. Arxa cəbhədə də çalışanlar qəhrəman olub. Ön cəbhədə çalışanlar, vuruşanlar şəhid olub, qazi olub. Və tarix boyu qazanılan qələbələr qanlar tökülərək qazanılıbdır. Əsrimizin əvvəlinə nəzər salsaq, 1918-ci ilə qayıtsaq, görərik ki, həmin zaman artıq bir çox gizli partiyalar, Müsavat Partiyası başda olmaqla, Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, artıq bizim müstəqil dövlətimizi yaratmaq üçün gizli tədbirlər həyata keçirirdilər. Bunu bilən Bolşevik Rusiyası öz əl-altı planlarını cızmış və 1918-ci il 31 mart erməni daşnaqlarına qızışdıraraq Azərbaycanda soyqırım həyata keçirmişdir. Bununla elə bilmişdir ki, Çar Rusiyası Azərbaycanın haqq səsini, azadlıq səsini, müstəqillik səsini boğa biləcəkdir. Lakin buna baxmayaraq bizim xalqımız daha da əzmlə, qürurla baş qaldıraraq, düşmən qarşısında sınmayaraq yenidən öz müstəqilliyini qazandı, əldə etdi. 1918-ci il 28 may. Baxmayaraq biz bu müstəqilliyimiz az bir dövrdə yaşadıq, 23 ay. Amma bu 23 ay ərzində çox mühüm tədbirlər, çox böyük dövlət quruculuqları həyata keçirildi. Bu müstəqillik əldən getdi. İllər boyu, 70 il Sovet Rusiyasının tərkibində yaşadıq. Və 1988-ci ildə Ermənistanın işğalçı təcavüzkar siyasəti artıq yenə də Azərbaycan xalqını yenidən baş qaldırmağa sövq elədi. Azadlıq meydanında azadlıq deyərək 18-ci ilin 3 rəngli bayrağı dalğalanaraq müstəqillik deyərək xalqımız bağırdı. Yenə də SSR imperiyası Azərbaycan xalqının haqq səsini boğmaq istədi. Və 1990-cı il 20 yanvar 19-undan 20-sinə keçən gecə xalqımız gülləbaran edildi, tanklar altında əzildi. Yanvar günüydü, qarlı, boranlı qış gecəsi idi. Bizim igid oğullarımız, igid qızlarımız, körpələrimiz belə tankın qabağına igidliklə, qəhrəmanlıqla çıxdı. Lakin haqq səsimiz boğulmadı. 1991-ci il 18 oktyabr. Bizim yenidən müstəqilliyimiz bərpa edildi. Lakin müstəqilliyimiz bərpa edilsə də bizim ərazi bütövlüyümüz, ərazi suverenliyimiz hələ pozulmuşdur. Çünki 91-ci ildən artıq Azərbaycanın torpaqları işğala başlanılmışdır. Və hər birimizin bildiyi kimi 1993-cü il sonuncu nüvəvi kəndi boşaldıldı. Və 1994-cü ildə Heydər Əliyevin Azərbaycana 93-cü ildə qayıdışı ilə 94-cü ildə atəşkəs elan olundu. Atəşkəs elan olunsa da düz 2020-ci 27 sentyabr Vətən müharibəsi başlayana qədər yenə də biz şəhidlər verdik. Yenə də göz yaşları tökdük. Çünki hələ torpaqlarımız işğal altındaydı. Lakin yenidən qərar verildi, fərman verildi. Artıq Azərbaycan xalqının səbr kasası doldu.
Və biz çox istərik ki, sülh yaradaq, sülhlə torpaqlarımız alsın, kompromisə gələk, amma bu alınmır. Və artıq müharibə başladı, vətən müharibəsi. Hər bir uşaqlarımız bilir ki, dünyada 3 cür müharibə var. Dünya müharibəsi, vətən müharibəsi və vətəndaş müharibəsi. Bu 44 günlük müharibə bizi qələbiyə aparan vətən müharibəsi idi. Lakin hələ 44 günlük müharibə başlamamışdan 2016-cı ildə baş verən aprel döyüşləri, 4 günlük aprel döyüşləri artıq bizə qələbənin qoxusunu gətirmişdir. Və 20-ci ildə müharibə başladı, 27 sentyabr. 44 gün ərzində bizim qəhrəman oğullarımızın sayəsində, Ali Baş Komandamızın sayəsində, rəşadətli ordumuzun sayəsində torpaqlarımız hissə-hissə geri qaytarıldı. 2020-ci il 4 oktyabr, Cəbrayıl. 2020-ci il 17 oktyabr, Füzuli. 2020-ci il 17-20 oktyabr, Zəngilan. 2020-ci il 25 oktyabr, Ubatlı. 8 noyabr Şuşa, 20 noyabr Ağdam, 25 noyabr Kəlbəcər, 1 dekabr Laçın işğaldan azad oldu. Və Şuşanın azad olunması Qarabağın bilirsiniz ki, əsas açarı mərkəzi Şuşa idi. Şuşanın azad olunması hansı qəhrəmanlıqlar nəticəsində azad olub, hər birimiz bunun şahidiyik. Hətta belə Avropa ölkələri özləri də təəccüblə bunu danışırlar ki, Şuşanı sıldırım qayalarla qeyri-mümkündür ki, əliyalın əskərlər o Şuşanı ala bilsin. Amma o qədər qəlbdə vətən sevgisi, o qədər torpaq sevgisi, o qədər şəhidlərimizin tökülən qanı onları məcbur elədi ki, o vətən sevgisi ilə onlar o sıldırım qayaları bir anda, bir göz qırpımında dırmaşaraq ora düşmənə həmlə yetirdi. Düşmənin gözləmədiyi bir vaxtda, yəni gözləmədiyi bir yerdən həmlə yetirildi və Şuşa alındı. Qəhrəmanlıqla alındı, şəhidlərimiz oldu, oğullarımız orada öz qanı ilə tarix yazdılar. Bunlar hamısı bizə nəyi göstərir? Hamısı bizə göstərir ki, insan hər bir şeydən pay verə bilər. Bir canından pay verə bilməz. Baxın, bizim bu oğullarımız hər biri öz canından vətənin bir qarış torpağı üçün pay verdi. Öz qanları ilə tarix yazdılar. Onlar arxada qalan gözü yaşlı ananı, gözü yaşlı övladı, gözü yaşlı yarını düşünmədən vətən torpaqlarını uca tutaraq bizdən yana, sizdən yana irəliyə getdilər və vətən torpaqlarımız düşmən tapdağından azad olmalıdır, vətən bütöv olmalıdır deyərək irəliyə getdilər. Və 8 noyabr bizim zəfər bayramımız oldu. Lakin yenə düşmən yatmayıb, əl çəkmir. 2023-cü il 19-undan 20-sinə keçən gecə sentyabrda antiterror lokal əməliyyatı başlayıb. 23 saat ərzində Azərbaycan ərazisindən qalan tör-töküntülər hər biri təmizləndi və beləliklə Azərbaycanın suverenliyi bərpa oldu. İlham Əliyevin verdiyi sərəncama görə hər birimiz bilirik ki, 20 sentyabr artıq dövlətimizin, suverenliyimizin bərpası günü kimi elan olunmuşdur. Hər birimiz bu tarixə nəzər salanda nə qədər qəhrəman oğullarımız yaşayıb, yaradıb, bizə əmanət torpaqlar qoyublar. Son dövrlərdə olan vətən müharibəsi artıq sizin üçün canlı bir həyatdır. Hər biriniz o müharibənin canlı şahidlərisiz. Və bu oğullarımızı yaşatmaq hər birimizin borcudur.
Bugün zəfər həm zəfər bayramıdır. Bu zəfər bayramı həm qələbədir, həm vətəndir. Vətən bizim üçün doğmadır, əzizdir. Sevgilərin ən yüksəlində Allah sevgisi gəlir. Allah sevgisindən sonra vətən sevgisi gəlir. Sonra ata, ana, bacı, qardaş, dost və digər sevgilər gəlir. Baxın, görün, vətən sevgisi Allahdan aşağı ilk sevgidir. Bu sevgini o qədər qəlbdə yaşatmaq, o qədər qəlbdə, ruhunda onu yetişdirmək lazımdır ki, doğrudan da vətən sözünün məhfumunu bir anlayışını dərk edək. Bugün vətən var, biz varıq. Bugün üç rəngli bayrağımız var, biz varıq. Bizim anamız, atamız, doğma ocağımız, bacımız, qardaşımız var. Gözəl məktəblərimiz var, tədris ocaqlarımız var. Dostlarımız var, tanışlarımız var. Dost ölkələrimiz var. Vətən var ki, onlar vardır. Bax, buna görə vətəni qoruyublar. Buna görə vətən üçün canlarından keçiblər. Buna görə bu vətəni bizə əmanət qoyublar. Bu əmanəti qorumaq hər birimizin borcudur. Söz vətəndirsə, biz birik. Bugün şəhidlərimiz ölmüyor. Şəhidlərimiz haqq dünyasında cənnət mələkləridir. Onlar bizi dinləyirlər, onlar bizi görürlər. Onlar min diridən diridilər. Onlar ölməz qəhrəmanlar. O ölməz qəhrəmanların qəhrəman anaları vardır. O qəhrəman analar ailələrində o qəhrəman oğullara vətən sevgisini aşılayıblar. Vətəni sevdiriblər, özləri seviblər ki, vətəni seviblər, sevdirə biliblər övladlarına. Onlar da vətən sağ olsun deyib, vətənin hər qarış torpağını düşmən tapdağından azad eləməyə arxalarına baxmadan gediblər. Vətən bizim üçün müqəddəsdir. Vətən bizim üçün əmanətdir. Vətəni qorumaq üçün vacib deyil ki, hər birimiz silah alaq, belə səngərdə vuruşaq. Hər bir peşənin öz sahibi var. Bizi qoruyan belə oğullarımız ön cəbhədə vardır. Yenə də bizi qoruyan oğullarımız dağda, daşda, hər yerdə bizi qoruyurlar. Çünki düşmən yatmır, düşmən oyaqdır. Amma biz bugün yaxşı təhsil almaqla, informasiya sahəsində öz işimizi doğru, düzgün yerə yetirməklə də düşmənə qalib gələ bilərik. Bacarığımızla, qabiliyyətimizlə, peşəmizlə, iftiralarımızla, kəşflərimizlə, elm işlərimizlə biz düşmənə qalib gələ bilərik. Ön cəbhə vacibdir, amma arxa cəbhə ondan da vacibdir. Bax, o vətəni qorumaq üçün arxa cəbhədə olan gəncliyimiz buna diqqət eləməlidir. Vətən bizim hər şeyimizdir. Şəhidlər bugün bizim dərdimiz deyil. Şəhidlər bugün bizim fəxrimizdir. Mən hər zaman çıxışımda vətən şeirini qeyd edirəm. Mənim ən sevdiyim şeirlərdən biridir. Onu qısaca deyəcəm. Könlümün sevgili məhbubu mənim. Vətənimdir, vətənimdir, vətənim. Vətənim verdi mənə nar-ı nəmək, vətəni məncə unutmaq nə demək? Südüdür kim dolanıb qanım olub, o mənim sevgili cananım olub. Bəslərəm gözlərim üstə onu mən, ölərəm, ölərəm, əldən əgər, geçsə vətən.